niyə güzəştirənə Zəngəzuruzadı filan və əgər beynəlxalq hüquq mübahisəli ərazilərdən geçsəydi Rusiya Kurili qaytarmalı idi Yaponiyaya. İsrail Holland yüksəkliklərini qaytarmalıdır Suriyaya. Yəni dünyada bilirsiniz bizdə biraz romantika var. Beynəlxalq hüquq Yaponiya Kuril adaları mübahisələndirə bilirmi? Qəbul edir dünya ki? Yox, Yaponiyanın ərazisi kim tanıyırlar Kuril adalarını? Kuril adalarını bütün dünya Rusiyanın ərazisi kimi deyirəm, mübahisələndirə bilirmi? Amma bizim ərazimizi mübahisələndirə bilmir. Mən deyirəm ki, yaxşı, oranı Rusiya işğal edib də Yaponlardan geri qaytarmır. Düzdür ya, yox. Bəs dünya onda geçsin alsın da Yaponiya Kuril adalarını. Yaponiya deyir mənimdir. Yaponiya deyir mənimdir, bəli. Yaponiya deyirsə mənimdir. Üzr istəyirəm Elman bəy. Bu mübahisələriniz var. Bunun heç bir mənası yoxdur. Bilirsiniz niyə görə yoxdur? Sənəd Vaşinqtonda paraflanıb. Paraflanma bizim tamaşaçılarımız... Sizin için Vaşinqton məhkəz atdı. Vaşinqtonda dünənə qədər həmin Vaşinqtonda qərar çıxardıqlar. Azərbaycan soyqırım edir. Sona qədər qulaq. Vaşinqton nədir ki? Paraflanma sonra. Vaşinqton nədir ki? Biz Vaşinqtonda eyni razılaşma Moskvada da olmuşdu. Praqada da olmuşdu. Paraflanma beynəlxalq hüquqda o sənədə deyirlər ki, maddələr razılaşdırılması, imza atılmadan razılaşma öz yerində, onda heç bir dəyişiklik daha ola bilməz. Amma qəbul da edilməyə bilər. Bunlar aslında paraflanma odur ki, iki ölkənin Xarici İşlər Naziri imza atdılar ki, parafladır. Yəni 17 dənə onda müqavilə imzalanır. İmzalanması üzrə bir şərt yox, imzalanıb imzalanmayıb. Amma paraflanma müqavilə yoxdur. İkincisi, Hakan Fidan Türkiyənin Xarici İşlər Naziri təbii ki, çox məlumatlı adamdır və o bu günlərdə belə bir bəyanat verdi ki, 2026-cı ilin birinci yarısına qədər sülh müqaviləsi imzalana bilər. Təbii ki, imzalana bilər deyil, imzalanacaq demir. İmzalana bilər. Onda iki variant yaranır. Ya sülh müqavilə, ya Ermənistandakı referendum, daha doğrusu parlament seçkiləri ki, 7 iyunda olacaq, onu qabağa atırlar. Çünki ya eyni gündə 7 iyunda həm parlament seçkiləri, həm də ki, referendum keçirirlər. Onu qeyd edeyim ki, bu günləri o proseslər gedir ki, o sülhə istiqamətlənib, sülhün alternativi yoxdur. Məlum 17 bənd üzrə razılaşma var. Sadəcə qalır Ermənistan konstitusiyasına dəyişiklik etmək. Dəyişikliyin olmayacağı təqdirdə siz deyən ola bilər. Yəni Ermənistan tərəfi birdən bu və digər səbəblərdən referenduma getmədi və yaxud da getdi, amma referendum nəticələri bizi qane etmədi. Yəni köpək bizi dişləməlidir ki, onun köpək olduğunu bilər. Yox, bilirsiniz, biz Gürcüstan və Azərbaycan arasında o uzaqlaşmaya, tamaşaçılarımız əsas məsələdə yayınlanmıyor. Əsas məsələ budur. Sözün canlı, fikrimi yekunlaşdırım. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Ermənistanın yetər ki, Azərbaycana qarşı ərazi iddiasından konstitusiyasını imtina etsin, referendum baş tutsun. Bu halda sülh müqaviləsi imzalanacaq. Neçə il Azərbaycanın tələb edir? Neçə ildir tələb edir Azərbaycan? 2019-cu ildə Qarabağ Ermənistanı nöqtə edən Paşinyan öz-özünə sual verir ki, mən niyə belə demişəm? Sabah da deyəcək ki, Qarabağ yenə Ermənistandır da. Məsələ ondadır ki, bu siz deyən o halda olur. Siz deyən o halda olur ki, Ermənistan güclənir. Biz deyəndə bizim 5 milyard dollarlı hərbi büdcəmiz var, deyir, məndə 7-dir. Məndə 8-dir. Mənim ordumun da səndən az deyil və dəstək də böyükdür. Mən danışıram ki, iqtisadiyyatımız ondan güclüdür. Hərbimiz ondan güclüdür. Səfərbər olunmuş cəmiyyət bizdə. Vətəndaş həmrəyliyi bizdə. Dünya səviyyəlidir bizdə. Belə olan vəziyyətdə qalib gəlmiş dövlət də bizik. Və belə olan vəziyyətdə şərtlər də biz edirik. Nə ehtiyac var ki? Ehtiyac olur ki, biz zəif olsaq, dediyim imzalayır. Əgər güclüysə, diktə eləyirsə, şərtlər bizi qane edir. İkinci bir məsələ, siz rəqəmlər şərtlər bizi qane edir. Şərtlər zaten qane edir bizi. Baxın, siz rəqəmlər siz hesab edirsiniz ki, partiya olaraq dünya səviyyəli lider, Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyev Ermənistanla sülh müqaviləsi imzalamaqda düzgün addım atmır. İlham Əliyev beynəlxalq təzyiqin qarşısını almaq üçün heç bir təzyiq yoxdur. Azərbaycan dövləti heç bir təzyiq yoxdur. Heç bir təzyiq yoxdur. Azərbaycan baxın dünyada bütün dünya bizə deyir ki, sülhə gəlir. Sülhəsinin cəmi 2 il bundan qabaq 2 dənə tərəfkar paraflanmaya görə Azərbaycan prezidenti bu gün də təşəkkürlər gəlir ki, siz nə yaxşı belə bir addım atdınız.